Assalamu alaikum və rəhmətullah. TikTokda rastınıza gələr, mənim səsimi kəsiblər, əvvəlki səsimi qoyublar, nə bilim, qabağa, qabaqdakı səsimi kəsiblər, qoyublar axıra. Bu cür özlərinə sərf eləyən kimi sələflər montaj ediblər, təqdim ediblər cəmiyyətə. Tam video buradadır, inşallah tam videonu izləyəcəyik. İnşallah qoyun mən deyim, mövzu nədən? Çünki mən harda ki qoşulmuşam, qoşulan vaxtdan video başlayır. Amma bəhs nədən gedir, onu deyirəm ki, qoy söhbətə başa düşəsiniz. Söhbət nədən gedir? Hamı bilir ki, Şiə etiqadında 3 xəlifə qəbul olunmurdu. Yəni onların təqdim elədiyi, seçdiyi 3 xəlifəni biz qəbul eləmirik. Bizdən sonra xəlifə Həzrəti Əlidir. İstəyir onu cəmiyyət seçsin, səqifə əhli seçsin, insanlar qəbul eləsin və yaxud qəbul eləməsin. Bizim etiqadımıza görə imamın xüsusiyyəti budur ki, o elmcə daha hamıdan elmli olmalıdır və cismcə hamıdan güclü olmalıdır. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmdən sonra. İndi mövzu nədən gedir, onu deyim. Bunların bizə iradı var ki, nəyə görə Həzrəti Əli öz qızını verir Ömər ibn Xəttaba, siz Ömər ibn Xəttaba qəbul eləmirsiniz, nəyə görə Həzrəti Əli öz qızını verir Ömər ibn Xəttaba, balaca qızı. Bizim etiqadda, Şiə etiqadında alimlər bu barədə 2 yerə bölünüblər, bu fikir üzrə. Bəzi alimlərimiz deyir ki, ümumiyyətcə o gələn hədislərin hamısı raviləri qırılır və hədis zəifdir, qəbul eləmirlər bu hədisi. Ümumiyyətcə deyirlər, Həzrət Əli qızını verməyib. Gələn hədislərin sənədi zəifdir və sənədi yoxdur. Və bəzi alimlər də deyirlər ki, əgər veribsə belə, Quranda bunun problemi yoxdur. Quranca bunun problemi yoxdur. Yəni, Lut Peyğəmbər öz qızın livat əhlinə təklif eləyir ki, öz pis əməllərindən çəkinsinlər. Həzrət Əli öz qızın Ömər ibn Xəttabla evləndirir ki, düşmənçilik aradan geçsin və müsəlmanların vəhdəti olsun. Bəli. Yenə də bu demək görə Ömər ibn Xəttab xəlifədir. Sadəcə arada olan düşmənçilik olmasın deyə İmam Əli bunu eləyir. Bu alimlərin nəzəridir. İnşallah tam videoya baxay Allahın izni ilə. Yəni görün, mücahid ekrana nəsə qoyub, böyüdüm. Qardaş, ərəbcə bilənləri gəlsin, qardaş, bizə əqidəsi, dini nə olduğu bəlli olmayanlar gəlməsin. Bunu tərcümə edin, mən ərəbcə bilmirəm. Buradan nə oxuyum? Qardaş, Yaqubi Şiədir, öz rica alimləri təsdiqləyir. Ümmü Gülsüm məsələsidir. Allahu akbar. Qardaş, xahiş edirəm. Samir müəllim, çıxanda, bura adam çıxacaqsa, mən demirəm ha, burada hamıdan biz güclük. Elə bir dənə Şiə çıxar burada, 2 dənə bizə sual verər, ağzımızı açıb üzünə baxarıq. Nə problemdir qardaş? Ola bilər. Məsələ budur ki, mən görmədim qardaş. Danışanda gerək dəlillə, sübutla, gözəl bir şəkildə əqidəsi, dini nədir, yolu nədir, mənhəci nədir bəlli olmayan adamlarla qalxıb burada danışası deyilik ki. Bizim yolumuz budur qardaş. Biz tağutu küfr eləmişik, Allaha iman eləmişik. Tağutu küfr eləyə bilməyib, Allaha imanın nə olduğunu bilməyən adamlar gəlib bizə nə danışsın? Assalamu aleykum. Aleyküm salam. Hər vaxtınız xeyirli olsun. İnşallah ki, bu söhbət cədala çevirmərik də, gözəl. Boy vaxtın xeyir. Eləmi? Elə bu qardaş, inşallah. İnşallah bir dənə çalışaq bu söhbəti cədala eləməyək. Gözəl şəkildə birimizi başa düşək. Sual və cavab. Mən çox uzatmayacağım söhbəti. Bizim etiqadda düşmənə qız verməyin problemi yoxdur. Vəhşə. Sizdə necə? Yəni, müsəlmanı vermək olar. Bəli, İslam'a dəvət üçün olar. Müsəlmanı kafirə vermək olar. Bəli, İslam'a dəvət üçün olar. Müsəlmanı kafirə vermək olar. İslam'a dəvət üçün olar. Müsəlmanı kafirə vermək olar. İslam'a dəvət üçün olar. İslam'a dəvət üçün olar. Müsəlmanı kafirə İslam'a dəvət üçün olar. Baxın dostlar, diqqət edin bu sözümə və bu sözümü yadda saxlayın. Mən efirə girdiyim vaxtdan birinci dediyim kəlmə bu olub. İslam'a dəvət üçün, yenə təkrar edirəm, İslam'a dəvət üçün olar. Baxın, görün bunlar qabaqda necə fırladırlar söhbəti. Bəli, İslam'a dəvət üçün olar. Müsəlmanı kafirə vermək olar.
Sizin etiqadınızda necə? Bir dənə sual verim, sonra davam edəcəm. Yox, xahiş edirəm bir deyək də. Bu aydınlaşdırır. Müsəlman kişi, müsəlman qızı kafir birinə vermək olar. Bu sizin etiqadda. Bu səndən başqa kim deyib? Dəvət niyyəti ilə olar. Yox qardaş, bunu səndən başqa kim deyib? Quran deyir. Yox, Quran harda deyib ki, mömin? Allah Quran deyir ki, möminlər mömin qadınlarla, mömin kişilər mömin. Sual ver, cavab verin. Buyur, Quranda hansı ayətdir baxaq. والطيبين والطيبات onu qoşun inşallah Alparslan. O ayrı, o başqa şeyə görə. Qoy bəlkə ayəsi var qardaş bir dəqiqə. Ben inşallah deyim ayəni. Ayənin nömrəyincə yadımda deyil, amma nömrəyini də taparam bir 5-10 dəqiqə deyərəm. Amma belə deyirəm, ayəni özünüz araşdırın. Bir də dostlar, qardaşlar, bu sözümü yadda saxlayın. Mən deyirəm burada ki, çünki qabaqda bunlar yenə buna görə şivənli eləyəcəklər. Deyəcəklər ki, sən ayə gətirməyibsən. Və baxın, mən burada deyirəm ki, ayəni deyirəm. Nömrə deyirəm yadımdadır, amma ayə deyilir. Deyirlər ki, ayə gətirmədin sən. Yox, ayə deyilir. Bunlar ayəni inkar edirlər. Amma mən burada ayəni deyirəm və deyirəm ki, 5 dəqiqə mənə vaxt verin, çünki kompüter mənim qabağımdadır. Yəni 5 dəqiqədə çəkməsi daha ki az. Mən ayəni gətirə bilərəm. Deyirlər de və mən də ayəni deyirəm. O ki, mənə qabaqda şər yaxırlar ki, sən ayəni gətirmədin. Xeyr, mən burada ayəni deyirəm. Olduğu kimi ayəni deyirəm. Və burada deyirəm ki, 5 dəqiqə vaxt verin, ayənin nömrəsini də deyirəm hətta. Bunlar da deyirlər de. Mən də deyirəm. Bu kəlməmi yadda saxlayın. Lut peyğəmbər üzdən İraqlara deyir ki, gəlin qızlarımı verim sizə, bu pis əməldən çəkinin. Bax, üzdən İraqlar kafir olur ki. Bəli. Kim deyir ki, üzdən İraq kafir olur? Kafir olurlar. Yəni üzdən İraq. Baxın dostlar, ayəni deyirəm ki, Lut peyğəmbər öz qızlarını təklif edir ki, kafirlərə. Bəli, bizim etiqada görə onlar kafir olur. Kim ki peyğəmbərlərinə qarşı çıxıblarsa, həmən qövm kafir qövmdür. Ayəni burada deyirəm. Baxın ha, diqqət edin, ayə deyilir. Ayə nə cür nə deyilir? Ayə deyilir ki, Lut peyğəmbərə öz qızlarını təklif eləyir ki, qarşı tərəf pis əməllərdən çəkinsin. Bu Quranda bu ayə qeyd olunub. Və mən bu ayəni gətirirəm. Diqqət edin. Bu sözü də yadda saxlayın. Kim deyir ki, üzdən İraq kafir olur? Kafir olurlar. Yəni üzdən İraq Allaha şərik, la ilahə illallah Muhammedən Rasulullah desə kafir olur yenə də. Bax, diqqətlə qulaq as. Bax, cavab deyirəm sizə. Qurani Kərimdə Lut peyğəmbər kafirlərə, üzdən İraqlara deyir ki, gəlin qızlarımı verin. Peyğəmbərin deyirəm ki, Lut peyğəmbər, qardaş başa düşdümü? Mənə bir izah elə. Bir insan Lut qövmünün əməlini eləyirsə, bu insan kafir olur. Deyirəm kafirlər iddia olar. Amma şəriət misalı Deyirəm ki, orada onların kafir olduğunun heç bir dəlili yoxdur. Dəlil yoxdur, kafir deyil olar. Onların kafir olduğunun dəlili varsa göstər. Zəhmət olmasa bir dənə ekranı qayd edin, paylaşarsınız bu səsi. Kafir deyil olar. Deyirəm ki, Lut peyğəmbərin qövmünün kafir olduğunun bütlərə ibadət edirdilər onlar. Kafir deyil olar, sual verirəm. Yox, deyirəm ki, bütlərə ibadət edirdilər. Sual verdim. Kafir idilər, kafir deyil. Mən də sual verirəm də, deyirəm nəyə görə kafir? Deyirəm də, kafir olmaq səbəbini deyirəm. Müsəlman idilər. Hə? Müsəlman idilər. Deyirəm ki, dəlil gətir də, qardaş, sən iddia edirsən ki, onlar kafir idi. Diqqət edin dostlar, balaca məsələdir. Lut peyğəmbərin qövmünə kafir demirlər. Halbuki onlar həm Lut peyğəmbərə qarşı çıxmışdılar, həm də Lut peyğəmbərin dəvətindən üz döndərmişdilər. Və onlar açıq-aşkar kafir idilər və açıq-aşkar fəsad törədirdilər. Görün, bax, şiəyə çatanda kafir, müşrik, 50 cür bizim müsəlman qardaşlara bunlar təkfir edirlər, kafir deyirlər. Amma Lut peyğəmbərin qövmünə bunlar kafir demirlər. Üzdən İraqlara ki, onlar peyğəmbərinə qarşı çıxıblar, peyğəmbərə qarşı üsyan ediblər, bunlar kafir demirlər. Halbuki, yəni bunu get, adi bir dənə, siravi bir dənə müsəlmandan soruş ki, peyğəmbərlərinə qarşı çıxan qövm kafir qövmdür yoxsa kafir qövmdür deyəcəklər, kafir qövmdür. Kimlər ki peyğəmbərlərinə qarşı çıxıblar, onlar mütləq şəkildə kafir qövmdür. Yəni bu Allahın bir dənə nizamıdır. Bunu bilməyən müsəlman görüb gəlin baxın görün məndən nəyin söhbətini eləyir. Diqqət eləyin, Yunaslara diqqət eləyin.
Mən özüm cavabını vermirəm ki, öz küfrlərini qoysunlar ortaya. Baxın görün necə küfrlərini qoyurlar ortaya. كذبت قوم لوط المرسلين إذ قال لهم أخوهم لوط ألا تتقون إني لكم رسول أمين فاتقوا الله وأطيعون. Bunlar günahlar, Siz müsəlman dövümlər, siz onlara Allaha ibadət edən deyirsiniz. O olsun gözünə. Qur'an-ı Kərimdə bir dəqiqə qulaq as. Qur'an-ı Kərimdə Ekrana bir dənə qayd edin, sizi Allah'a and verin. Ekran qayd edin, baxın da planına gidir. Skript bir dəqiqə qulaq Mən as. sizə dedim ki, etiqadımızda, qulaq as mənə, etiqadımızda Qurana iman gətirməyibsiniz. Bizim etiqadımızda bir dənə bunu qırğına Mənim çevirməyib. cavabım ver. Bax, Allah Qur'anda deyir ki, İbrahimin qövmü bütlərə ibadət edirlər, müşrik idilər. Hə. Musa'nın qövmü Fironla tağut idi. Bu kafir idilər. Digəri fırlatmadan. Onlar kim idi? Lutun qövmü kim idi? Lutun qövmü nə cürlə qəbul edirsən? Bir dənə mənə cavab ver. Bir dənə Sən mənə cavab ver. ayəni de, də ayəni de. Lutun qövmünü nə cürlə qəbul edirsən? Davaya cədələ Mən qəbul ayəni de, mənim qəbul eləməm. Baxın görün söhbəti bunlar necə fırladırlar. Bayaq mən ayə gətirdim. Dedim ki, Lut öz qövmün dəvət eləyir ki, qızların versin onlara, pis əməllərindən çəkinsinlər. Bu dəvətdir. Bunlar bu mövzunu saxlayıblar. Bu ayəni məndən tələb eləmirlər. Görün hansı ayəni tələb edirlər. O qövm kafir idi yoxsa yox. Görün bunlar necə cahil tayfadır. Bu söhbət qalıb qıraqda. Mən bayaq ayə gətirdim. Dedim ki, Lut peyğəmbər öz qövmün dəvət eləyir ki, qızları ilə ailə qursun. Lakin bu pis əməllərindən çəkinsinlər. Bunlar gör, bu ayəni qoyublar qırağa, gör nəyin tələbini eləyirlər. Görün bunlar necə cahil tayfadır ki, Lutun qövmün kafir kimi qəbul eləmirlər. Hələn bunlar İslamdan danışırlar ha. Görün İslamdan kimlər danışır. Diqqət eləyin ha. Bu ayə qalıb qıraqda. Bunu məndən tələb eləmirlər. Tələb eləyirlər ki, Lutun qövmü kafirdir yoxsa kafirdir. Bunu tələb eləyirlər. O bursa ayəni qoyublar qırağa. Bu söhbəti fırlatmaqdır. Ki mövzu dəyişilsin. Şura surəsi var. Bir də var Şuəra. Şuəra surəsində açıq-aşkar Lutun qövmü təkzib eləyir Lutu. Peyğəmbərin təkzib eləyən kafirdir yoxsa kafirdir? Bir dənə bu barədə fikirləşin. Lüboy bir dənə müsəlmana sual versən ki, Lutu Peyğəmbərin təksib eləyən müsəlmandır yoxsa yox? Avtomatik deyirlər kafirdir. Bunlar gör nəyin üzərində qalıblar, bu mövzunu qoyublar qırağa. Diqqətlə ardına qulaq asın. Mən dedim ki, yəni biz kişiyik də biz bilim kəlməmiz Abi sağ ol. Sen dedin ki kafirə. Ayəni gətirib məsəbində mən sənə dedim bunu səndən başqa kim? Mənim ayə gətirdim, gətirmədim, sən nə edirsən? Mən sənə sual verirəm. Cavab ver. Abi sağ ol. Nə lazım? Qardaş bir niyyət salırdın. Sadəcə da qayd eləyibdi. Qoyardın. Qayd eləsin, 100 yerə qayd eləsin. Hadi qoyardın onu. Bax diqqət eləyin bunların yanaşmasına. Çünki bəzi müsəlmanlar var ki, məsələni başa düşmür. Bunlar da videoları kəsirlər, öz xeyirlərinə olan yerlərini qoyurlar. Amma mən bütöv qoyuram ki, qoy məsələlərə tamacah olasınız. Deməli məsələ nədir? Məsələ burada budur ki, görün məndən nəyi tələb edirlər. Mən sual verirəm. Mən deyirəm ki, mənim əqidəmə görə Lut peyğəmbərin qövmü kafirdir. Və Lut peyğəmbər kafirlərə öz qızın təklif eləyir ki, onlar pis əməllərindən çəkinsinlər. Əvvəldən bu sözü demişəm. Və bunlar məndən bu ayəni tələb eləmirlər ki, hansı ayədir? Tələb eləyirlər ki, Lut peyğəmbərin qövmü kafirdir yoxsa kafirdir? Bunun tələbi ayrıdır. Mücahid qabaqçı səsdə deyəcək ki, sən ayəni gətirmədin. Mən ayəni gətirdim. Mən ayəni gətirdim ki, Lut peyğəmbərin qövmünə qarşı ki, söz ki var ki, gəlin qızlar, mən o ayəni gətirdim və Quranda bu ayə var. Nömrəsini dedim ki, 5 dəqiqə mənə vaxt verin, nömrəni gətirdim. Bunlar məndən bu ayəni istəmir ha. Bunlar məndən o ayəni istəyirlər ki, Lut peyğəmbərin qövmü kafirdir yoxsa yox. Mən də ayəni demirəm. Niyə demirəm? Çünki bunların küfürləri çıxır ortaya. Bunlar kafir demirlər Lut peyğəmbərin qövmünə.
Görün bunlar necə aciz və cahil tayfadılar. Və məni çıxardırlar canlıdan. Məni canlıdan çıxardırlar. Başa düşdünüz? O birinci ayəni məndən tələb eləmirlər. Birinci ayəni tələb eləsələr ki, harda Lut Peyğəmbər o sözü deyib, hamı bilir ki, bu ayə var. Yəni bu ayə gizlindir. Mən nömrəsini dedim ki, 5 dəqiqəyə mən bunu gətirirəm. Amma bunların ikinci tələbi ayrıdır. İkinci tələbi budur ki, o qövm kafir qövmdür, yoxsa kafir qövmdür. Bunların cəhaləti bax buradadır. Görün, bunların cəhaləti buradadır. Və bu cürdə də müsəlmanları aldadırlar. İnşallah davam edir. 100 yerə qayd eləsinlər ki, Hadi koyardın ona 2 dənə sual verərdim da, nə heç. Nə sual verəcəksən? Qara deyirəm ayəni qoy ortaya. Ayən deyir bizim əqidəmizdə müsəlman, bu adam deyir ki, bizim əqidəmizdə müsəlman qızı kafirə vermək olar. Bundan Sizi and verirəm Allaha. Və Allah şahiddir. Siz də şahid olun. Mən elə söz demişəm, müsəlman qızı kafirə vermək olar. Mən dedim ki, dəvət. Bunlar heç mənim sözümü başa düşmürlər. Özlərini cırırlar, dağıdırlar cəhalət üzərində. Mənim sözümü başa düşmürlər. Dəvət üçün. Lut Peyğəmbər necə dəvət edir ki, bu əməllərdən çəkinin. Yəni bir kafirə deyirsən ki, bu əməllərdən çəkin, haqqı qəbul elə, İslamı qəbul elə, ver. Bunda problem yoxdur. Mən demişəm ki, sırf bu cürünə. Görün sözümü necə dəyişirlər. Diqqət edin. Görün sözümü necə dəyişirlər. Kafiri, mən demişəm ki, kafirə vermək olar. Mən dedim dəvət üçün, dəvət eləmək üçün. Yəni İslamı qəbul elə, ailə qur. Dəvət budur. Bunlar heç mənim sözümü başa düşmürlər. Və görün necə mənə şər yaxırlar. Bunların əqidəsi şər yaxmaq, böhtan vurmaq və yaxud yalan danışmaq, bunların əqidəsi bundan ibarətdir. Və içlərində görməmişəm ki, biri bir dənə ədalətlə danışsın. Davam edək qulaq asmağa. Onun davamını eləyərdi də. Qoy görək harda bundan başqa onu kim Qardaş, deyir. ay Alparslan, bir də hamınız bir dəqiqə. Qardaş, qoş onu xahiş edirəm. Axı qoş şuna, qalx Vüsal, qalx. Bir dənə ədalətlə yanaşın məsələyə və baxın burada Mücahid xahiş eləyir. Mən də çıxıb deyəndə ki, bunlar mənim səviyyəmdə olan adam deyil, xahiş eləyirlər. Oradakı dostlar xahiş eləyirlər. Ona görə mən çıxıb bunlarla bəhs eləmişəm. Sonra da qayıdıb deyirlər ki, yox, harda ilə söhbət eləyir. Olub. Diqqət edin, orada Mücahid xahiş eləyir. Ay Alparslan, bir də hamınız bir dəqiqə. Qardaş, qoş onu xahiş edirəm. Axı qoş şuna, qalx Vüsal, qalx. Qoş Heç qardaş. kim danışmasın, yəni bir nəfər danışsın. Qarışmayın. dəlil gətirirsə qalxsın. Dəlil gətirmirsə ehtiyac yoxdur. Bəqərə surəsində Qardaş, qoş, keçir. susqun dedim, görüm nə danışır. Bəqərə Qoş surəsində keçir, Mücahid. Bəqərə 200-dən sonraya bax, məncə Lut əleyhissalamın ki, qövmü orada keçməlidir. Var ki, o ayəsi bilən. Bəqərə 200-dür, 220-dir, nəsə belə bir dənə bax ora. 200-dən o tərəfə bax görəcəksən. Axı, o kafirlə evlənmək bilirsən nəyə gətirir? Maidə surəsi 5-i yazır. Qardaş, qoşun da onu istə yatır, ona subhanallah. Biz verə bilmərik. Məsələ başqadır, əxilər, məsələ başqadır, qoşun. Qardaş, bundan başqa heç kim demir. Birinci şiədir ki, Şu ayə budur. Yazdı, həmin oğlan yazdı. 78. Deyədir ki, surə budur, su ayə budur. Yazdı, həmin oğlan yazdı, 78. Deyədir ki, surə budur, su ayə budur. Yazdı, həmin oğlan yazdı, 78. şiədir ki, Surə budur, su ayə budur. Yazdı, həmin oğlan yazdı, 78. Deyir ki, qövmüm yürüyərək onun yanına gəldi. Onlar əvvəllər də yaramaz işlər görürdülər. O dedi, ey qövmüm, bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha təmizdirlər. Allahdan qorxun və qonaqlarımın yanında məni rüsvay etməyin. Məgər aranızda ağıllı bir kişi yoxdur. Deməli, bunlar Allaha iman gətirən yoxdur. Deməli, bunlar Allaha iman gətirən bir toplum yoxdur. Deməli, bunlar Allaha iman gətirən bir toplum. Allahın təksib eləyən, Peyğəmbərin təksib eləyən və açıq-aşkar fəsad törədən, açıq-aşkar Peyğəmbərinə qarşı çıxan topluma bunlar iman gətirən, yəni mömin toplum deyir. Bunların gözündə mömin toplum, iman gətirən toplum o toplumdur ki, onlar üzdən rağlıq eləyə, Peyğəmbərinə qarşı təksib eləyə, Peyğəmbərin təksib eləyə, Peyğəmbərinə qarşı çıxa. Bunlar Allaha iman gətirən bir toplumdur. Çünki Lut
Allah'ta Allah'a iman gətirməyən Ay qardaşlar, burada Kriti Vusal buradadsa, xahiş edirəm, qoşulsun yuxarı. Kriti Vusal buradadsa, xahiş edirəm, qoşulsun yuxarı. Ay Mücahid, kolxoz. Bax görürsən, özün xahiş eləyirsən, sonra deyirsən ki, mən heç kimdən xahiş eləməmişəm. Xahiş edirəm, qoşulsun yuxarı. Danışaq özünü. Lut qövmünün nə əməli küfr edib, siz nə danışırsınız? Sizin İslam Lut qövmünün əməlinin maksimum hökmü zinadır. Maksimum, küfür deyil. Küfür deyil. Kişinin kişi ilə arxadan münasibət qurması maksimum hökmü zinadır, küfür deyil. Böyük günahlar. Bundan çıxartmır. Küfür olması için onların Allah'ı inkar etmesi, Allah'a şərik koşması lazımdır. Bu adam deyir ki Lut bunlara, Allah'tan qorxun və mənim qonaqlarımın yanında mənim şey eləməyin. Onu qoşunan, deyir qoşmurlar. Bütün İslam alimləri deyiblər ki, Allah bütün... Yaxın qoşun, Alparslan qardaş, o istəyi atıb mı? Atıbsa qoş. Ay Vusal, istəyi at, gəl qoşun yuxarı, ikimiz danışaq. Gəçsin ayəsini. Deməli, Vusal, sən iddia Yox, edirsən. bir dəqiqə söhbət elə. Bir dənə söhbət əvvəldən bir dənə biz bir-birimizi başa düşər. Sonra söhbət eləyək. Mən əvvəldən dedim ki, gözəl şəkildə gəlin mən sizə dəlil deyim, siz də dəlil gətirin. Əvvəldən dedim ki, şivənlik olmayacaqsa, bir-birimizin sözümüzü kəsməyəcəksə söhbət eləyək. Sərf eləməyəndə səsinizi qaldırırsınız. Ağır gəlirsə deyən ağır gəlir. Danışmaq heç nə ağır gəlmir. Sən dəlilsiz danışırsan. Mən sənə dedim, mən əvvəldən dedim, mən bu mənim kəlməmdə dəyişikliyi görə bilməzsiniz. Mən əvvəldən dedim, İslam'a dəvət üçün qızı vermək kafirə olar. Qardaş, mən istəyirəm ki... Dəlil, qardaş, kim deyib? Bir dənə qərinə gətir də. Qoyun, qardaş, bu adam danışdı. Yaxşı, indi qoy, mən danışım. Niyə qışqırıq, yavaş danışa bilmirsiniz? Danışırıq. İndi diqqət elə, indi mən danışım, sonra sən danışdın olarsa. Qulaq as, bir dənə qoy mən sözümü tamamlayım, deyərsin. Mən əvvəldən nə dedim, təkrar edirəm. Kafiri İslam'a dəvət eləmək üçün, kafir olsun, münafiq olsun, kim olur olsun, İslam'a dəvət eləmək üçün qızları vermək olar. Bu da Lut peyğəmbər bunun üçün çox gözəl nümunədir. Öz qızların üzdən İraqlara verirdi ki, pis amallardan çəkinsinlər. Burada heç bir problem yox. Tamam. Çox gözəl. Bitirdin. Həzrət Əli də qızın verib ki, Ömər pis işlərdən uzaq dursun. Tamam. Qayd eləyin qardaşlar. Ayədə yazılıb ki, Lut deyir. Axı bir dəqiqə də Alparslan, xahiş edirəm qardaş. Bir dəqiqə səbir. Ayədə yazılıb ki, Allah'tan qorxun və qonaqlarımın yanında məni rüsva etməyin. Bilirəm də ayəndən də onu deyir. Mən başqasını deyirəm. Bir dəqiqə deyəm də, Allah'a inanmayan bir kafirə Allah'tan qorxun sözü deyilər. Kafirə deməzlər Allah'tan qorxun. Az kafirə deyirlər Allah'tan. Ateistə deyə bilərsən Allah'tan qorx. Bəy, valla mənim də sözüm yoxdur sizə. Ateistə heç demirsən Allah'tan Ay qorx. Alparslan, axı niyə icazə vermirsən qardaş mənə? Qardaş, xahiş edirəm, icazə verin, sözümü kəsməyin. Allah üçün qoyun ikimiz danışaq da qardaş Vusalla. Vusal iddia edir ki, Lut aleyhisselam qızlarını veribdir kafir qövmə və buna dəlil olaraq... Mən iddia eləmədim, siz iddia elədiniz. Tamam, deyirsən ki, bu Quran deyir. Birinci, sənin gətirə bilmədiyin ayə, gəl mən sənə da biraz həm öyrətmək, həm də yardımcı olmaq üçün deyim. Niyə gətirə bilmədim? Sözümü kəsmədi. Mən sənin sözünü kəsmədim axı, sən başdan sona danışdın, mən susmuşam. Yox, deyirsən gətirə bilmədiyin ayə. Hansı ayəni mən gətirəməmişəm? Gətir görüm, hansı ayədə deyir onu? Lut aleyhisselam qızlarını hansı ayədə verib? Aşağıda yazdılar da. Aşağıda deməli, sən gətirə bilməmişsən ki, aşağıda yazdılar da, elə deyil? Təkrar da elədiniz, baxdınız da. Ay kişi, deməli sən gətirə bilməmişsən da. Deməli sən gətirə bilməmişsən da, elə deyil? Kafir olduğu yazılmıyor. Yox. Mən qulaq as. Mən demədim ki. Ay qardaşlar, bir dəqiqə daha qardaş, niyə dayanmışsınız? Vay yenə başladı şivəni. Ay ki, bir dəqiqə Vusal, danışdığını qoy, indi biz danışaq da. Sən mənə deyə bilməsən, sən ayəni gətirmə. Sən gətirə bilmədin, da aşağıdakilər gətirir. Sən artıq görüm hansı ayədə, harada gətirdin? And ol Allaha yalan deyirsən. Gətirdin mi sən? Sən gətirdin mi? Qulaq as da, mən əvvəldən dedim ki... Hansı surənin hansı ayəsində görüm? Ay Mücahid, bir dəqiqə qulaq as da. Mən dedim ki, mənə 5 dəqiqə vaxt verin, kompüter mənə qabağa.
Bunların söhbətinə siz bir dənə diqqət eləyin. Mücahid deyir ki, sən Lut peyğəmbərə aid olan ayəni gətirə bilmədin. Mən ayəni gətirdim. Sadəcə nömrəni dedim ki, səbr eləyinsə, kompüter mənim qabağımdadır. Mən bunu 5 dəqiqə sizə deyirəm, nömrəsini. Ondan sonra bunlar ayəni təsdiqləyirlər. Deyirlər, bəli, Lut peyğəmbər o sözü deyib, təsdiqləyirlər. Nömrəsini mən deməmişəm, amma ayəni demişəm. Mən tək. Bunların burada 4-ü ilə, 3-ü ilə söhbət eləyirəm. Təkəm ha. Tək bunların 4-ü ilə 3-ü ilə mən burada söhbət eləyirəm. Bir dənə nüansa diqqət eləyin. Bu məndən başqa ayəni tələb eləyir. Mücahid məndən başqa ayəni tələb eləyir. Yuxarıdakı başqa ayəni tələb eləyir. Yuxarıdakı tələb elədiyi ayə budur ki, Lut peyğəmbərin qövmü kafirdir yoxsa kafirdir. Mücahid tələb eləyir ki, Lut peyğəmbərin deyilişi. O məhkəmədə görərsiniz, adamın üzünə durmay söhbəti var, adamın üzünə durarlar. Və eyni bu mücahidin elədiyi üzə durmaydı. Mən ayəni gətirmişəm, demişəm ki, Lut peyğəmbər deyib ki, gəlin bu qızlarımla ailə qurun, bu işlərdən çəkinin. İndi mən ayəni gətirdim yoxsa gətirmədim? Yox, nömrəni demədim. Nömrəni imkan verdiniz ki, saldınız aşağıda. Yuxarıda məndən başqa ayəni tələb eləyirdi. Yuxarıdakı məndən başqa ayəni tələb eləyirdi. Kafirdir yoxsa kafirdir. Mən də onların küfrün üzə qoydum ki, siz birbaşa zalım qövmə, kafir qövmə, mömin deyirsiniz. Bu ayrı məsələdir. Bu birisi ayrı məsələdir. Hələ mən buna baxmayaraq sizin üçünüzlə də söhbət eləyirəm. Siz də bu şeyləri kəsibsiniz, bu danışıqları kəsibsiniz. Cəmiyyətə başqa cür təqdim edirsiniz ki, güya da mən bu ayəni gətirə bilməmişəm. Lut ayəni gətirmişəm, əvvəldən demişəm ki, Lut peyğəmbər deyib ki, bəs gəlin qızlarımla ailə qurun. Bu şeylərdən uzaq durun. İndi mən ayəni gətirdim yoxsa yox? Bu ayəni gətirmək sayılır yoxsa sayılmır? Və aşağıda da nömrəni 50 dəfə qeyd eləyiblər, 50 dəfə. Sadəcə siz baxmıyırsınız. Bunların elədiyi təkəbbürçülükdən başqa və üzə durmaqdan başqa bir şey deyil. İzləyək. Ay ki, sənə biz 5 dəqiqə də verdik, 15 dəqiqə də verdik. İttihamı yalandan eləyirsən. Sən İttihamı yalandan eləmirəm ay kişi. Sən nə ayət gətirə bildin, nə hədis, nə də nömrə gətirə bildin. Burada səndən soruşuram ki, onu harda gətirdin? Deyirsən ki, aşağıda gətirdilər deyirsən. Deməli sən gətirə bilməmişsən da. Şivənli eləmədə sən onu gətirsən, o mənə. Eləmə də belə. Qoy indi danışaq. Sən onu deməyibsən mənə, yalandan demə. Sabırlı olun, Hacı sual. Bir dəqiqə sabırlı olun, bir danışın da qardaş. Belə olmur axı. Düz ittiham eləmir, yalanla ittiham eləyir məni. Ay qardaşlar, ya danışın, ya da mən çıxıb gedim siz danışın. Mən burada Axı ikiniz də eyni vaxtda danışırsınız. Cəmaət 200 nəfər adam var, heç nə başa düşmür. Yaxşı, gəl onda 5 dəqiqə ona verək, 5 dəqiqə mənə verin qardaş. Yox, sual cavab. 5 dəqiqə belə danışım, 5 dəqiqə. Ay iddianı ortaya qoy, iddianı puç edim da buyur. Qulaq as, mən sual verdim ki, Lut peyğəmbər öz qövmünə, öz qızlarını təklif eləyib yoxsa yox, sual verdim. Lut qövmünün kafir olduğunu isbatla da bir. Ay dədə, vay dədə. Hə yox, da çətindir bunu demək. Mən cavab vermək istəyirəm. Sözünü vermədi, təklif elədi, vermədi. Onda küfr elədi də Lut peyğəmbər. Deyirəm ki, Lut qövmünün kafir olduğunu hələ isbat elə də bir. Görürsünüz necə manevr verir. Bu tərəfdən Lut peyğəmbərin əhvalatını eləyir. Bu tərəfdə kafir. O fikir qarışdırmaq üçündür. Bu manevr fikir qarışdırmaq üçündür. Və bir dənə söhbətin üzərində durmurlar. Çünki mən təkəm, bunlar 2 nəfərdir və yaxud 3 nəfərdir. Buna cavab verəndə bu fikir qarışdırır, ona cavab verəndə o fikir qarışdırır. Diqqət edin bunların söhbətinə. Siz müsəlmanın kafir olacaq, kafirlə evlənməklə niyə dəlil gətirirsən bunu? Qulaq as, kim deyir ki, Ömər kafirdir? Qardaş sən dedin, mən dedim ki, bildiğin başda söhbət bizdən deyib ki, Ömər kafirdir. Bir dənə sən bunu mənə dedim ki, bir müsəlman qızı bir kafirə vermək olar, sən də dedin ki, bəli, bir müsəlman qızı dəvət niyyəti ilə kafirə vermək olar. Bəli, onu demişəm. Hadi bizim söz. Amma sən burada deyirsən ki, yo, ədalətsiz danış. Sən burada deyirsən ki, Ömərə biz kafir demiş. Harada demişik biz Ömərə kafir? Qardaş, ben bunu niyə söhbət edirsən ki, sən eləyirsən, mən eləmirəm, sən eləyirsən, boyda da. Ömər kafirdir, nə müsəlmandır da, düzdür? Bəli. Əhsən. Onda sizin etiqada görə kim Ömərə münafiq deyirsə, yalan deyir.
Niyə münafik? Ben Müslüman münafik ola bilməz? Müslümanın münafık olduğunu bilmək için sana vahiy gelmez. Vahiy geldi. O ayrı mövzunu fırlatma da. Sen dedin ki Yok, sen kafir. onun münafık olduğunu necə Ben de bilərlər? sana deyirəm ki Ömer'e bizde hiç kim kafir demir. Münafık, bir dakika diyeyim, münafık ne değilir? Vay dede, söhbət sen niye fırladırsan? Münafık ne değilir? Sen söhbəti niye fırladırsan? Öte, münafık ne değilir? Sen bayaq ittiham elədin ki mən Ömer'e kafir deyirəm. Mən deyirəm orada o söz deyirəm. Hadi yaxşı da demişsin, Akşam, Ömer Müslümandır. Şimdi dedin ki niye münafık. sonra da mücahid deyir ki ayəni gətirə bilmədi. Yok, sonra da dedin ki münafıktı. Kriti, sonra da dedin münafıktı. Münafık Kim dedi olduğunu münafıktı? nereden bildin? Kim dedi münafıktı? O zaman demişim münafıktı. Kardeş dedim ki onda Şiye əqidəsinə göre Ömer münafıktı. Sen de inkar edirsən ki Şiye əqidəsi səhvdir. Ömer Müslümandır. Of, şu mənim adımdan gör nə qədər sözlər dedin sən. Ya kardeş sen Müslüman hükmü verirsen sen Şiyalara karşı Mən çıkırsan. sənə deyirəm ki Ömer Müslüman olub. Məndən Sen, münafik, kafir eşidibsən. sen Müslüman olup demen onda Müslümandır. Onda mənim adımdan danışma da mənim adımdan danışma. Qardaş, müsəlmansa nəyin söhbətini eləyirsiniz? Sənə mən stat gətirdim ki, Lut peyğəmbər. Elə fəsadlar var ki, elə fasiqlər var ki, onları kafir eləyir. Elə də fəsad var ki, elə də fisk var ki, o insanı kafir eləmir. Saşa ne başa düştün Saşa bu işlerden? Göz başa düşün. Başım qarışdı. Mənim başım qarışdı bu söhbətə. Saşa bir dəqiqə. Lut peyğəmbərin elədiyi əməl insanı kafir eləyir yoxsa yox? Bəli, o fəsad insanı kafir eləyir. Yəni bunu Bunlar öz etiqadını biruzə verirlər. Nə qədər gizli açılır, biruzə verirlər. Lutun qövmünə bunlar kafir demirlər. Lutun qövmünə bunlar təkfir eləmirlər. Üz dəyiraqlıq bunlarda, ana ilə evlənmək bunlarda, bacı ilə evlənmək bunlarda, qızı ilə evlənmək bunlarda, bütün çirkab bunlarda var. Baxmayaraq ki, haramdır, zinadır, böyük günahdır, amma insanı belə eləməz, insanı elə eləməz, insanı elə eləməz. Bu cürünə bu çirkaba bunlar bulaşıblar. Onun üçün bunun üzərində bunlar manevr eləyirlər. Bunlar Allahı fikirləşmirlər, bunlar İslamı fikirləşmirlər. Bunlar əzbərçidirlər. Əzbərləsinlər və danışsınlar və özlərini bomba kimi göstərsinlər. Bunlar Allaha görə, Allahdan qorxmaq bunlarda yoxdur. Yalandan, hamısı da yalandandır. Diqqət eləyin. Necə bunların əqidə, bunların sadəcə bir dənə danışıqlarına diqqət eləyin, bütün məsələləri başa düşərsiniz. Təbii ki, diqqət eləsəz. Diqqət eləməsəz, Quran ayəsini dedi, Quran ayəsi, bunlar qəşəng görsənəcək. Amma diqqətlə yanaşsan məsələyə, odur. Ən konçunlu, ən belə pasledni şey bunların əqidəsində var. Yahudidən bunlar fərq eləmirlər. Çünki Yahudinin qullarıdır. Diqqət eləyin. Bir dənə diqqətli olun məsələlərdə. heç kim danışmasın, bir dənə qoy müzahidlə. Özü də sussun, özü də dinləsin. 1-2 dəqiqə olarsa. Onda məni ittiham eləmədi, gətirmədi, belə eləmədi. Sən gətirə bilmədin. Sən özün dedin ki, aşağıdakilər İttiham gətir. eləsən danışacağam. İttiham. Sən demədin gətir. Ay kişi, sənin özün sən nə sura demişsən, nə də nömrə demişsən. Səndən soruşdum ki, harda gətirdin? Sən deyirsən ki, aşağıdakilər yazdı da. Deməli sən gətirə bilməmişsən ki, aşağıdakilər yazdı. Ay Mücahid. Ay Mücahid lazım deyil, indi dinlə məni. Ay Mücahid lazım deyil, indi dinlə məni. Təşəkkürçülük var. Amma naz eləməyi də var ha. Konkret qız kimi görün necə naz eləyir. Ay Mücahid lazım deyil, indi dinlə məni. Ay Mücahid lazım deyil, indi dinlə məni. Biz səbəb sən dinlədik. Şivənli eləmə də, şivənli eləmə ay Mücahid. Şivənli eləsən, bir diyan qoy danışaq da, uzu billə. Vallahi billahi şivənli eləyirsən. Öz hörmət eləginən də bir diyan qoy biz də danışaq. Gör sən qışqırmayla bomba oğlan olsan. Sən nə elmlidir, sən çox cahil adamsın axı, sənin elmin yoxdur axı. Bir diyan, gör indi mən səni burada nə hala salaram. Asma joğovurçudan bütünlüçünüm joğovur. Görürəm də elə, görürəm elə halı sayı. İddia edirsən ki, Lut aleyhisselam öz qızlarını, yəni öz qızlarını aparıb verdi kafirlərə. Bu onu hardan gətirirsən? Deyirsən ki, Hud surəsi 87-ci ayətdə Allah subhanahu wa ta'ala buyurur ki, Lut aleyhisselamın dili ilə: ey qövmüm, budur qızlarım, onlar sizin üçün daha təmizdir. Deyirsiniz ki, Lut aleyhisselam güya bu ayədə kafir kişilərə öz qızlarını təkfir edib. Gör bu nə qədər tupoy adamdır. Mən təkfir deməmişəm, təklif demişəm. Görün bu necə xiyar adamdır. Məsələ budur ki, bu ayəni qəti şəkildə təkzib edən və nəticəni açıqlayan
Nəml surəsidir. Nəml surəsinin 56-cı ayətində Allah subhanahu wa ta'ala buyurur ki, qövmünün cavabı sadəcə bu oldu. Lutun ailəsini şəhərinizdən çıxarın. Çünki onlar təmiz qalmaq istəyirlər. İndi məsələ var. Deməli, dəlil nədir? Qövm Lut aleyhisselamın qızlarına yaxın getmək istəmirdi. Onlar sən təmizliyinlə bizə qarşısan deyirdilər. Deməli, Lut aleyhisselam öz doğma qızlarını yox, qövmünün qadınlarını nəzərdə tuturdu. Qızlarım ifadəsi nədir qardaş? Qızlarım ifadəsi doğma qızlar deyildir. Bunu Quran dili ilə ispat edə bilərik. Əksər müfəssir alimləri, hətta şiə alimləri də və hətta sünni alimlər deyir ki, Lut aleyhisselam qızlarım dedikdə qövmünün qadınlarını nəzərdə tuturdu. Çünki o onların peyğəmbəri idi. Peyğəmbər bir ümmətin atası kimi sayılır. Qurandan dəlil Ahzab surəsi 6-cı ayətdə Allah subhanahu wa ta'ala buyurur ki, peyğəmbər möminlərə onların öz canlarından daha yaxındır. Onun zövcələri onların analarıdır. Məsələ budur ki, bu ayəyə görə peyğəmbər ümmətə ata sayılır. Onun zövcələri möminlərin anaları. Qövmünün qadınları isə qızları sayılır. Əgər Lut aleyhisselam kafirə qız veribsə, niyə Allah kafirə mömin qadını haram edir? Mümtəhinə surəsi 10-cu ayət. Allah subhanahu wa ta'ala buyurur ki, onlar mömin qadınlar kafir kişilərə halal deyirlər. Və kafir kişilər də onlara halal deyirlər. Deməli, Lut aleyhisselam Allah subhanahu wa ta'ala'nın bu hökmünü çeynədi. Allah dedi ki, kafirlər müsəlmanlara, müsəlmanlar da kafirlərə halal deyildir. Lakin deməli, Lut aleyhisselam Allahın bu sözünü çeynədi, Allahın hökmünü heçə saydı və öz qadınlarını kafirlərə verdi. Allahın ümumi qanunu budur ki, heç bir peyğəmbər bu qanunu pozmaz. Nəticə budur ki, şiələr deyir ki, Lut peyğəmbər qızlarını kafirlərə verdi, amma Quran özü deyir ki, Lutun qövmü təmiz qızlar istəmirdi. Deməli, Lutun qövmü təmiz qızlar istəmirdi. Təmiz qızlar kim idi? Lut aleyhisselamın qızları idi. Bunlar da deyir, Nəml surəsi 26-cı ayət. Deməli, Lut aleyhisselamın doğma qızlarını yox, qövmünün qadınları nəzərdə tuturdu. Üstəlik Mümtəhinə surəsi 10-cu ayətdə də deyir, mömin qadınlar kafir kişilərə halal deyirlər. Bu iddia Qurana ziddir və təksib olunmuş bir iftiradır. Vəssalam. Diqqət elədiniz bunun danışığına. Baxın, diqqət edin. Mən inşallah ayəni oxuyuram. Siz də ayəyə diqqət edin və ayəyə baxın. Və qövmü, Hud surəsi ayə 78. Bunlar əzbərsidirlər, bunlar danışdıqlarını bilmirlər. 3-4 dənə ayə surə əzbərləyiblər, amma görmürlər ki, orada o ayədə açıq-aşkar yazılıb. Diqqət eləyin, şübhəsiz ki, düşünən qövmün üçün bir ibrət vardır. Diqqət eləyin ayəyə. Hud surəsi ayə 78, oxuyaq. Və qövmü tələsərək onun yanına gəldilər. Və onlar bundan qabaq da bu çirkin işləri görürdülər. Dedi, yəni Lut peyğəmbər dedi, ey mənim qövmüm, bunlar mənim qızlarımdır. Diqqət eləyin, mənim qızlarımdır. Lut peyğəmbər kafirlərə mənim qızlarımdır deyər, deməz. Və açıq-aşkar orada deyir, mənim qızlarımdır, özünə aid eləyir, özünə məxsus bilir. Və Mücahidin gətirdiyi fərzdir, yəni fərziyədir, belə bir şey yoxdur İslamda. Deyir ki, bunlar mənim qızlarımdır deyir, ayəyə diqqət edin. Təbii ki, onlar müsəlman olublar. Nəyə görə müsəlman olublar? Çünki ayənin ardınca deyir ki, onlar sizin üçün daha paçdırlar. Paç deyir Lut peyğəmbər qızlarına, paç. Kafir paç ola bilər. Deyir, kafir qızlar kafirə, müsəlman qızlar müsəlmanlara. Kafir paç ola bilər? Yox. Həm qızlarım deyir, həm paç deyir qızlarına. Amma qarşı tərəf kafirdir. Bu təklif İslam dinində icazəlidir yoxsa yox? Təbii ki, icazəlidir. Qurana görə. Ayənin də ardını oxuyaq. Buna görə də Allahdan qorxun və məni qonaqlarım barəsində xəcalətli və rüsva etməyin. Məgər sizin aranızda xəbərdar və doğru yolu tapmış bir kişi yoxdurmu? Deməli, yoxdur. Yəni, dediyim kimi, Allah Quranda deyir ki, Allahın
hökmündə, Allahın sünnəsində dəyişiklik görə bilməzsən. Və Lut peyğəmbər kafirlərə təklif eləyir. Təklif yəni nədir? O deməkdir kafir halda gəlin evlənin. Demir kafir halda gəlin evlənin. Deyir çəkinin, tövbə edin və gəlin evlənin. Təklif budur. Kafirlərə təklif budur. Görün bunlar nə qədər manqol adamdılar ki, görün nə qədər bunlar kolxoz adamdılar ki, məsələni başa düşmürlər və öz nəfsləri və öz düşüncələri fərz, yəni fərziyyələri üzərində yaşayırlar. Din budur. Lut peyğəmbər açıq-aşkar bunlar deyir ki, bunlar mənim qızlarımdır. Və bunlar deyirlər ki, o ümmətin qızıdır. Tutaq ki, ümmətin qızı oldu. O ümmətin qızı kafir idi, yoxsa müsəlman idi? Desə kafir, Lut peyğəmbər burada paç deyir onlara. Həmən surədə paç deyir. Paç qızı kafirlə evləndirir. Xeyr, bu təklifdir. Kafir, mən əvvəldə dediyim kimi, təklif eləyir. Təklif yəni nə? Təklif eləyir ki, ey kafirlər, ey bu fasiqlər, ey nə bilim azğınlar, bu əməldən çəkinin. Çəkinəndən sonra gəlin ailə qurun. Bir nəfər kafir ola. Ona deyəsən ki, İslamı qəbul elə və gəl evlən. O İslamı qəbul edib və gəlib evlənir. Dəvət niyyəti ilə bunun kim işğal var? Hansı şəriətdə bu qadağadır? Bu qədər mi siz tupoysuz? Bu qədər mi sizin İslamdan anlayışınız yoxdur? Özləri azğın, cəhənnəmə görə, cavanları da bu azğınlığa doğru dəvət eləyirlər. İnşallah siz bunların bundan ki sonra şüvənliyinə baxın. Diqqət edin. Görün necə fırladılar söhbəti. İsbat elə ki, orada Lut peyğəmbər qızım deyəndə ümməti nəzərdə tutur. Yaxşı deyim. Buyur. Tamam. Məsələ budur ki, necə ki, Nəml surəsinin 26-cı ayətində Allah subhanahu və teala nə deyir onların qövmünün dili ilə? Deyir ki, qövmünün cavabı sadəcə bu oldu. Deyir ki, qövmü Musa aleyhisselama deyir ki, Lutun ailəsini deyir, şəhərinizdən çıxarın deyir. Çünki onlar təmiz qalmaq istəyirdilər deyir. Deməli bu ayətə görə ayəni gör hansı ayə ilə uyğun tutur. Lut peyğəmbər onsuz da deyirdi bunlar təmizdirlər. Gəlin bunlarla evlənin. Bəyəm onlar mundar olurdular bəyəm. Lut Allahın hökmü ilə hökm verir orada. Lut öz nəfsindən hökm vermir orada. Deyir gəlin bundan tövbə eləyin, gəlin evlənin bunlarla. Lut peyğəmbər bəyəm onlara mundar deyirdi bəyəm. Bəyəm onlar mundar olacaqdılar bəyəm. Xeyr. Lut deyir tövbə eləyin, İslamı qəbul eləyin, dini qəbul eləyin, bu şeylərdən uzaqlaşın. Bu ayə ilə bu ayənin nə dəxlidir? Onsuz da birinci ayədə Lut peyğəmbər onlara paç deyirdi. İzləyək. Deməli bu ayətə görə təmiz olan Lutun qızları idi, bəli. Təmiz olmayan qövmünün qızları idi. Təmiz olmayan qövmünün qızları idi. Lut aleyhisselam da burada öz qızlarını nəzərdə tutsaydı, o zaman nəyə görə qövmü deyir ki, Lutun Görün necə yalan danışıb üzə durur. Deyir öz qızları paç idi, amma qövmünün qızları mundar idi. Necə ki Lut peyğəmbər orada təklif eləyəndə deyir bu qızlar paçdır. Görün necə şər yaxır Lut peyğəmbərin lap belə təklif elədiyi qızlara. Deyir bu qızlar paçdır deyir. Ayədə açıq-aşkar keçir ki, Lut peyğəmbərin qızları paçdır. Bu deyir, yox, öz qızları şeydir, o birisi qızları mundar idi. Yəni mundarlara təklif eləyib, hətta Quran ayəsini belə inkar eləyirlər. Açıq-aşkar deyir ki, bu qızlar sizin daha yaxşıdır. Qızlarım deyir onlara, qızlarım. Kafirlərə qızlarım deyər. Qızlarım deyir və deyir paçdır. Deyir, onlar deyir mundar idi. Allahu Ekber. Diqqət eləyək. Üzə durmayda bunlar professionaldılar. Diqqət eləyək. Lutun ailəsini bu şəhərdən çıxarın çünki onlar təmiz qalmaq istəyirlər. Lut aleyhisselamın öz qövmü Lut aleyhisselamın qızlarına yaxınlaşmaq istəmədilər. Çünki bunlar bilirdilər ki, Lut aleyhisselam burada nəzər tutduğu öz qızları yox, öz qövmünün qızları idi. Bu dəlildir sən. Mövzumuz o deyil idi. Mövzumuz bizi bu dəlildir. Bu bir dəqiqə mövzumuz 200 danışır, müdaxilə eləməyin də. Mövzumuz Əli ibn Əbi Talibin öz qızı Gülsümlə Öməri evləndirməsi mövzudur. Xahiş edirəm ona qayıt. Elə həmin mövzudur, həmin mövzudur. Qoy bir dənə qoy fikrimiz qarışma, qoy bir də mücahidlə danışın bir.
Qulaq as, ay Mücahid. Sən dediyinə görə, və saf başa düşmüşəmsə denən yox belədir. Sən dediyinə görə ki, Lut peyğəmbər ki deyəndə ki, gəl qızlarımla evlənin. Bu ümmətin qızları nəzərdə tutur, eləmi? Bəli, bəli, bəli. Həmən o qızlarım deyəndə onlar pak qızlar idi, yoxsa mundar qızlar idi? Lut aleyhisselamın öz qızları pak idi, o birisi qızlara nisbətən. Buna dəlil Nəml surəsi 26-cı ayətdə elə öz qövmü deyir ki, Lutun ailəsini deyir, bu şəhərdən çıxarın, çünki onlar təmizdirlər, təmiz qalmaq istəyirdilər deyir. Bax, sənə bir dənə belə bir şey deyim. Allah subhanahu wa ta'ala, bir dəqiqə, Allah subhanahu wa ta'ala, ay kişi, Allah subhanahu wa ta'ala, İsra 77-də deyir ki, sən deyir, Allahın hökmündə heç bir dəyişiklik tapa bilməzsən deyir. İsra 77-də deyir. Deməli, əgər Allahın hökmündə dəyişiklik yoxdursa, o zaman sənə belə bir şey deyirəm. Mümtəhinə 10-cu ayətdə Allah subhanahu ta'ala deyir ki, onlar mömin qadınlar kafir kişilərə halal deyirlər deyir. Yaxşı, sənə sual. Lut aleyhisselam nəyə görə Allahın bu hökmünü çeynədi və öz qövmünü kafirlərə təklif elədi? O zaman bir dəqiqə, Lut aleyhisselam Allahın bu hökmündən cahil idi, yoxsa qafil idi? Yox, sən ucudu burada, o sənin sualın ucu nəfsivin sualıdır. Mən sənə bu cavabı verirəm. Yox, mən Qurandan sual verirəm sənə. Sən cavab verə bilirsən? Sən cavab verə bilirsən mi deyirəm? Verə bilirsən verginə. İcazə versən verəcəm. Bir dənə bir şey eləsən deyəcəm. Amma kəlam eləmə də, dəlillə danış ki. Sən öyrəşmişsən kəlam eləməyə. Sən kəlam eləyirsən, mən ayəni. Mən göründü də bayaqdan sən nə ayət gətirə bildin, nə hədis, ancaq ayət nə bilirsən. Sən kəlam deyirsən. Mən sənə deyirəm ki, Quranda Allah Lut peyğəmbərə birbaşa ayəni göndərib Muhammed peyğəmbərə. Bu ayət peyğəmbərə, Muhammed peyğəmbərə nazil olub. Yəni Lut peyğəmbər öz qızın. Sən orada kəlam edirsən ki, bu ümməti nəzərdə tutulub. Buna dair sən heç bir dəlil gətirmədin. Allah subhanahu wa ta'ala İsra 77-də deyir ki, Allahın hökmündə dəyişiklik tapa bilməzsən deyir. Nur surəsi 26-cı ayətdə Allah subhanahu wa ta'ala deyir ki, kafirlərə, möminlərə, mümtəhinə onda deyir ki, mömin qadınlar kafir kişilərə halal deyirlər. Deməli, İsra 77-yə görə bu Allahın bir hökmüdür və bu hökmdə dəyişiklik olmazdır və bu hökm həm Lutun öz ümmətinə, həm də Muhammed sallallahu aleyhi və səlləmin dövrünə də aiddir. Bəli, mən deyirəm ki, Allah subhanahu wa ta'ala İsra surəsi 77-ci ayətdə deyir ki, Uca Allah İsra 77-də deyir ki, sən Allahın hökmündə heç bir dəyişiklik tapa bilməzsən. Nur surəsi 26-cı ayət kafirlərə, möminlərə Allahın bir hökmüdür. Mümtəhinə surəsi 10-cu ayətdə mömin qadınlar kafir kişilərə halal deyirlər, Allahın bir hökmüdür. Mən iddia edirəm bu 3 dənə ayətə dayanaraq ki, bir dəqiqə qardaş, mən iddia edirəm ki, bu Mümtəhinə 10 və Nur surəsi 26 Allahın hökmüdür və İsra 77-yə görə dəyişirilməzdir. Əks hal dəyişirilib deyirsənsə dəyişildiyin dəlil gətirsin. Hardan bu çıxarış elədin sən? Hardan çıxarış elədin? Qurandan danışırıq da, kişi səni kim kəlam eləmirik. Öz nəfsinlə sən deyirsən bunu, nə Quran? Ay, sən cahil. Bu ayət əgər Allah deyirsən ki, qulaq. Sən öz nəfsinlə deyirsən bunu. Ayət oxuyuram, sən özündən danışıram. Ayəni oxuyursana görə hansı ayətlə gətirirsən sən bu ayəni? Deyirəm ki, İsra 77-də Allah subhanahu təkrarlayım da, bir dəqiqə təkrarlayım. Yenə danışdım, təkrarlayım, öyrənginə də əzbərləginə, bəlkə bir-iki şey öyrəndim bizdən. Görürəm də sən 5 dənə ayəni əzbərləyibsən, bunlar bir-birlərinə uyğun tutursun. Yox. İstəyirsən ki, Quranla əzbərdə danışın. Yox, ay Vusal, Quran nə deməkdir? Yox, nə demək, keyfət yüzsəbəti görə necə fırlatdı? Vusal, Quran deyirəm, Qurandan danışırsan, Quran nə deməkdir? Sən mənə cavab ver. Ay Vusal, Quran nə deməkdir, deyirsən Quran. Quran nə deməkdir? Sən mənə cavab ver. Cahil. Sənin Quranın nə xəbərin yoxdur? Nə deməkdir Quran? Quran oxu deməkdir. Quran oxu deməkdir. Harda da oxu demək, dəlil gətir görüm. Bəli, Quran oxu deməkdir. Yaxşı, dəlil gətir görüm, harda da o? Belə söhbətini zapratdı. Harda da o? Oxunan kitabdır. Görün kimlə muhatap oluram burada. Ay Mücahid. Quran nə deməkdir? Mücahid, Əhqaf surəsi, sən mənə ispat elə, ay Mücahid, sən mənə ispat elə ki, Lut orada deyəndə ki, mənim qızlarım bu qövmünə deyir. Sən bunu ispat edə bilmirsən. Yaxşı, ispat eləyirəm, dinləyirsən? Eləyə bilmirsən. Eləyirəm da, eləyirəm. Eləmişəm, genə eləyirəm. Bayaq elədim, yenə eləyirəm. Lut aleyhisselam qövmün qızları dediyinə məsələ budur ki, Nəml surəsinin 56-cı ayətində deyir ki, qövmünün cavabı sadəcə bu oldu. Allah deyir ki, qövmünün cavabı bu oldu.
Bəli. Lutun ailəsini şəhərinizdən çıxarın, çünki onlar təmiz qalmaq istəyirlər. Burada nəzərdə tutulan deməli Lut əleyhissalamın öz qızları yox, qövmünün qızları. Dəlilim nədir? Dəlil gətirən bir dəqiqə. Deyirəm ki, dəlilim budur ki, Mümtəhinə surəsi 10-cu ayətdə Allah subhanahu wa ta'ala deyir ki, mömin qadınlar kafir kişilərə halal deyirlər. Nur surəsi 26-cı ayətdə uca Allah buyurur ki, kafirlər kafirlərə, möminlər möminlərə. Deyirəm ki, Mümtəhinə 10 və Nur surəsi 26 Allahın hökmüdür. Uca Allah da İsra 77-də buyurur ki, Allahın hökmündə heç bir dəyişiklik tapa bilməzsən. Mən iddia edirəm ki, bu iki hökm həm Lutun öz dövrünə, həm də Muhammedin dövrünə aiddir. Buyur, əksini deyilsəsə dəlilləri gətir gidə. Ay Alparslan, mən mod verdi, aşağıda söyüş sadı. Gör ki, mən Ekrana koyuldu da. Fikir verirsiniz tutuquşu kimi necə eyni sözü təkrar eləyir. Deyir, mən iddia edirəm, sən kimsən iddia eləyəsən? Deyir, mən iddia eləyirəm ki, bu Peyğəmbərin vaxtında möminlər, kafirlər, Lut Peyğəmbərdə də bəyəm Lut Peyğəmbər deyir ki, siz kafir halda gəlin bəyəm evlənin qızına. Lut Peyğəmbər deyir, çəkinin bu əməllərdən, gəlin mənim qızlarımla evlənin. Bunun sən iddiasına baxın. Deyir, kafir, mömin. Lut Peyğəmbər kafirlərə təklif eləyir, amma demir kafir halda gəlin evlənin. Deyir, çəkinin, sonra gəlib evlənin. Mən nəyə görə bir dənə şeydə yapışmışam bundan ki, iddiavı gətir? Çünki iddiası nəfsindəndir. Nə hədisə, nə Qurana söykənmir. Quran ayəsini gətirir, möminlərə, kafirlər kafirlərə. Amma o söhbətin Lut Peyğəmbərə nə aidiyyəti var? Lut Peyğəmbər bəyəm o kəlamdan, o əmirdən bəyəm çıxır ki, sən bundan tutursan. Lut Peyğəmbər deyir, bu qızlar paçdır. Bunlar sizin üçün daha paçdır. Paçdırsa, deməli bunlar müsəlman qızlar olublar, mömin qızlar olublar. Qarşı tərəf kafir olub. Və Lut Peyğəmbər onlara dəvət eləyir. Necə ki, mən söhbətin əvvəlində dedim ki, dəvət niyyəti ilə. İndi də o sözü deyirəm. Görün necə söhbətdən qaçırlar və özlərini təkəbbürlü aparırlar Allahın dininin qarşısında. Gör biz kimlərlə söhbət edirik? Sən neyinsən, mən kiməm, nəçiyəm? Sən cavab ver də. Niyə cavabdan qaçırsan? Eyni sözü təkrar edir. Allahın sünnəsində dəyişiklik yoxdursa, Allahın dinində dəyişiklik yoxdursa, niyə dəyişiklik eləyirsən? Deyirsən ki, Lutun qövmünün qızları mundar olub. Özü də eşitdiniz də. Lutun qızın qövmü mundar olubsa, nəyə görə Lut olaraq qızların deyir və paç deyir? Vallahi billahi bunların elədiyi tuğyandan və tağutluqdan başqa bir şey deyil. Allahın hökmlərini dəyişirlər və öz nəsləri ilə hökm verirlər. Yəqinliklə şahid olun, çünki qiyamətdə hamımız bu məsələyə görə cavab deyiləcək. Hamımız bu məsələyə görə danışacağıq Allah qarşısında. Davamına qulaq asayıq ki, gör, siz bir dənə bunların manyovrlarına baxın, bir dənə bunların oyunlarına baxın. Diqqət edin. Mən nəyə görə ayələri tam demirəm? Deyirəm, sözümü deyirəm. Nəyə görə tam demirəm ki, qoy öz küfürlərini çıxartsınlar ortaya. İndi sizə ispat edirəm ki, baxın, bu Quran, bu dəlil, bu da subut. Baxın, görün ki, bunlar necə küfür və fisk arasında boğulub batırlar. Və o cürlə də cəmiyyəti çəkirlər bu fəsada doğru. Diqqət eləyək. Mən sənə deyirəm ki, Quran-ı Kərimdə açıq-aşkar yazılıb ki, Lutun qızları. Sən deyirsən ki, bu doğma qızları deyil, ümmətin qızları. Sən anlamırsansa biz sənə neyini yoxlayıq? Sən anlamırsansa biz sənə neyini yoxlayıq? Qulaq as. Sən cahilsənsə biz sənə neyini yoxlayıq? Qaçma da söhbətdən qaçırsan, Mücahid, qaçma. Söhbətdən qaçmırıq, izah edir, prosta cahilliyinə vurursan, anlamaq istəmirsən. Bax, cavab, sən deyirsən ki, ümmətin qızları deyil. Mən də sənə deyirəm ki, bunun mənə dəlilin gətirsən, mənə başqa bir ayədə gətirirsən ki, oradakı qızları pak elədi. Mən demirəm ki, Lut Peyğəmbərin qızları ondan evləndi. Sən xeyr ola bu ayəni mənə gətirirsən spak kimi. Mən sənə deyirəm, təklif elədi. Təklif elədi, mən ispat edirəm ki, öz qızlar deyil, qövmünün qızları. Qulaq as. Sana indi mən şəriətlə sual verirəm, şəriətlə. Bu qövmü bizim mövzumuz deyil, bizim mövzumuz. Yo. Qulaq as, Alpas, bir dənə söhbəti bir dənə fırlatmayın, qoy bir dənə cavab verim. Bir kafir var qarşısında şəriətlə, eyni Lut Peyğəmbərin əhvalatı. Bir kafir var qabağında, təksib eləyir. İslamı, şəriəti, qulaq as. Şəriəti təksib eləyir, İslamı təksib eləyir, bütündə yəni Allahı təksib eləyir. Sən ona təklif eləyə bilmərsənmi ki, gəl mənə səni qızımı verim,
Sən bu Yox, eləyə əməllərindən bilməzsən. çəkin. Eləyə bilməzsən. Çünki Eləyə Muhammed bilməzsən. sallallahu aleyhi və səlləm İslamı yayandan sonra öz iki qızını Yaxşı qardaş, düşmüşlər. Axı bir dəqiqə səbr bir dənə bir şey deyim. Düşmüşlər. Bir dəqiqə, xahiş edirəm, bir dəqiqə. Qardaşlar, bir dəqiqə, qardaş, bir dəqiqə. Bir mömin qadın bir kafir kişi ilə cinsi əlaqəyə girəndə bu halal olur, yoxsa zina olur? Zina olur. Deməli, o zaman belə çıxır ki, Lut aleyhissalam öz qızlarını... Deməli, belə çıxır ki, Lut aleyhissalam zinanın nə olduğunu bilmirdi, cahil idi və öz qızlarını zinaya verdi. Ay insan, mən söhbətimin əvvəlindən dedim ki, mən söhbətin əvvəlindən dedim ki, dəvət niyyəti ilə verə bilərsən. Deməli, dəvət niyyəti ilə zina olmur. Yox, əgər o qəbul edirsə sən şərtlər ver. Dəvət niyyəti zina olmur. Bir qulaq asın, adamı niyə satıyorsun? Bir qulaq asaydı bir-birimizə. Ay Kriti, sən Cəfəri Sabah məsəl. köksündən gilas tökülür, bir dənə bir-birimizə qulaq asay. Ay Kriti, sən Qulaq asa bir dəqiqə. Mən demirəm kafirlə evlənmək olar. Mən sənə deyirəm ki, sən Cəfəri məzhəbindəsən, bir dənə sualıma cavab ver. Aç mikrofonu, Cəfəri məzhəbindəsən sən. Gözünü Yerəm yumur. danışar bir dənə məsələ. Heç özü bilir hansı məzhəbdədir. Məzhəbin Cəfəri Bir dənə məzhəbi. söhbəti bir dənə fırlatmayın, bir dənə bu söhbəti aparay. Eləmirsə mən çıxım. Yox, deyirəm Eləyər bilmirsən axı, sən nə söhbət edəcəksən bizlə? Eləyirəm, mən Bir sual dəqiqə başqa səbr yerə elə, daha tərpənirsən, mücahid. xristiansan, Ay, yahudisən. sən ağzına gələn danışmaqda deyirəm. Sən Cəfəri məzhəbindəsən, məzhəbinlə danışaq da səni. Mən İslam dinindəyəm. Bəs elə Ay, deyil. İslam dini nədir? İslam dini nədir? Ay dədə, yenə söhbəti fırlatdı başqa yerə. Bir cavab verdi sualıma. Nə Cəfəri məzhəbindəsən yoxsa yox? Ay kişi, mən xristianam, qulaq as. Xristiansan düş aşağıda, mənim səndən də Bax xristian. görürsən, bax siz Düş aşağı çıx get. Sualını versin də. Bundan uğraşırsınız qardaş. Bu ağzdan Qardaş, imkan verin, sualını versin, qəşəngdə cavab. Onun dediyi suallara Muhammed sallallahu aleyhi və səlləmin şəriətindən Şiə cavab var. məzhəbi ilə cavab versin də, görüm Şiələr icazə verirmi ki, dəvət niyyəti ilə kafirə qız vermək olar? Bunu desin görüm Şiələrdə alimlər icazə verir bunu. Hədisi var bunun. İmam icazə verib belə şeyə. Yoxdur Şiə məzhəbində bu. Bu Şiə məzhəbində iftira atır bu adam. Abu Adəm, ekrana qoy həmən ayını Mənə oxuyaq. maraqlı gəlir ki, bəzi adamlar nəyə görə dara düşəndə gək ateist, gək xristian olurlar? Oy bir dənə bir söz deyim. Mən sizin bəhsinizlə qarışmıram Alpasa, amma ədalətsizlik oldu. Bizə nədər? İkiyə bir danışırdı. Hətta Şiə danışırsın, məzhəb mənasız gedir. Qadar müdaxilə etmək məcburiyyətindəyəm də, neyniyim mən bunu? Dinləyim mən səhərə kimi bunu dinləyim mən. Sən özün danışsaydın daha münasib olar. Çünki müsait mən özümdən nəsə danışa bilərəm. Mən deyim ki, mən xristianam, ateistəm. Şiə sən çıxmısan bura Şiə kimi söhbət eləməyə. Şiə kimi O danışırsan. hamı bilir ki, o Şiətdən ha. O hamı bilir ki, sən də bilirsən ki, o Şiədir. Baxın, bunların əsas sifəti budur. Hələm durub orada səsləri kəsirlər. Öz xeyirlərinə olan, mənim əvvəlki səsimi qoyurlar qabağa, qabaqdakı səsi qoyurlar dala. Bu cürlə yalanla, hilə ilə bunlar elə bilirlər ki, hədə bunlar yaxşı iş görürlər. Allahın dini gələndə meydana, insanın gərə, dediyim kimi, insanın gərə bütün xasiyyətlər gərə qoyulsun qapı. Çünki burada Allahın dini var, Allahın ayəsidir. O dərəcədə Allahın ayəsini bunlar yüngül sayırlar ki, ürəkləri istədiyi söz deyirlər ayənin haqqında. Zarafat deyil bu məsələyi. O dərəcədə bunlar təkəbbür əhlidirlər ki, o dərəcədə bunlar qafil və cahil tayfadılar ki, necə İmam Hüseynin vaxtında İmam Hüseyin, əstəğfurullah, biz İmam Hüseynin atılan dırnağı olmarıq, amma az da olsa ibrət götürmüş İmam Hüseynin məktəbindən. İmam Hüseyin onlara haqqı deyəndə deyirdilər, səsküy eləyin ki, qoy haqqı eşitməsin cəmiyyət. İmam Hüseyin onlara həqiqəti deyəndə lənət olunmuş İbn Ziyad, Ömər Səd və s. münafiqlər və İmam Hüseynin bütün düşmənləri yığışmışlar bir yerə deyirlər, səsküy eləyin, eşitməsinlər. Bunlar da bu cür səsküy eləməklə, aləmi qatmaqla, mövzunu qatmaqla istəmirlər cəmiyyət həqiqəti eşitsin. Amma mütləq ki, Allah, yenə deyirəm, bu məsələlərdə bizim heç bir qüdrətimiz yoxdur. Bu Allahın dinidir, Allahın hökmüdür və Allaha məxsus olan əmirlərdir. Və Allah bunun üzərində hökm verir. Nə ki biz sadəcə deyirik. Qəbul edilər, elədilər, eləmədilər, özləri bilərlər. Amma mütləq şəkildə diqqət edin Yunanlılara, danışıqlarına fikir verin.
Görün bunlar nə dərəcədə İslam dininin oyuncağı çeviriliblər. Görün bunlar necə yüngül yanaşırlar Allahın dininə. Görün bunlar necə istehza edirlər Allahın dini ilə. Hələn bunların dalıyca gedənlər görün necə qəflət içindədirlər. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.